başlayır. Hər kəsə salam. Səhər dururam, əl-üzümü yuyuram, belə gözəlcə suyla. Bu hissəni də dedim sizlər üçün çəkim, günlük rutinimi görün. Sonra dişlərimi fırçalayıram, sonra isə bir stəkan çay içib və günə başlayıram. Çünki hər səhər çay içəndə özümü enerjili hiss edirəm. Amma yemək yemək istəmirəm. Səhərlər iştahım o qədər də olmur. Sonra anama kömək məqsədi ilə başlayıram qabları yumağa. Buranın hissəsini də tezləşdirmişəm ki, sizlərin ürəyi sıxılmasın. Bu arada da deyim dostlar, kanalıma abunə olun. Kanalımızın səviyyəsi azdır və videomu da bəyənin. Xahiş edirəm, bu mənim üçün çox önəmlidir. Sonra da həyətə düşürəm, pişiyimi sizə göstərirəm. Çox şirin pişikdir. Adı da qarpızdır. Adını bacım qoyub. Çox gözəldir. Birdən görürəm ki, yatdığı yerdə sizə çəkim, sonra videonun səsinə ayılır. Bu da bizim şirin cücələrimiz, toyuqlarımız. Onlar da çox şirindilər. Onları çox sevirəm. Mənim ən böyük hobbim heyvanları bəsləmək, onlara yem atmaq, onlarla vaxt keçirmək. Onları çox sevirəm. Bu da bizim hündüşkalarımız və bu arada da bir dənə cücə düşüb. O da bilmədən kadra sonra baxanda görürəm ki, orada cücə var. Burada da bizim qazlarımız. Amma yanına getməyə imkan vermirlər. Adam gələn kimi onun üstünə fıs 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 eləyirlər. Mən də qorxub tez qaçıram. Bu da bizim həyətimizdə olan güllər. Burada banan, o birisi gülün adını bilmirəm. O birisi şam ağacıdır. O hələ balacadır. Onu yeni ilə qədər böyütmək istəyirəm ki, qış olsa da yenə də mən onun üzərini bəzəyim. Bu da dostlar şəhərdən bir hissədir. Bu əslini deyəcəksiniz ki, bir arada heyvanlar göstərsəm, bir arada şəhəri. Bu sadəcə kiçik bir kadr olaraq hissədir. Şəhərə gedəndə çəkmişdim. Dedim ki, bu hissəni də sizlər üçün qoyum. Çünki elə vaxt olur ki, vlogları paylaşa bilmirəm. Kanalıma abunə olun. Sizləri çox sevirəm. Bu mənim üçün önəmlidir.